Çox adam biletin və pasportun şəklini storydə paylaşır, qızıq yaradır sanki. Bura mənim yaşadığım yer olan Yasamal rayonu 1-ci Ağatavadır. Bakıya köçəndən bəri 5 ilə yaxındır bu məhəllədə yaşayırdım. Grand həyat binalarının yaxınlığı, Tbilisi prospekti artıq doğum məkana çevrilmişdi deyə bilərəm. Lakin son zamanlar bu şəhərdə sıxılmağa başlamışdım və fərqli təcrübələr axtarışındaydım. Uzun zamandır başqa yaşayanlar bilir ki, bu şəhər çox stresli bir şəhərdir və bəzən insanı yora bilir. Fiziki məhdudiyyətli bir insan üçün daha da yorucu və bəzən daha da çətin ola bilər. 26 yaşına kimi kənddə ailəsinin yanında yaşamış bir insan üçün Bakıya köçmək və tək başına yaşamaq çətin görsənirdi. Amma mən köçdüm və yaşamağa başladım. 5 ilə yaxın Bakıda yaşadıktan sonra yeni bir mühazirəyə başlamaq üçün konfor zonamı tərk etdim və yaşadığım bu evdən köçərək birbaşa hava limanına yola düşdüm. Təkərli otorizatdan istifadə edən bir insana görə bəlkə bu çətin ola bilər və başqalarına görə çətin görsənə bilər. Çünki el dili ilə desək, sən əgər əlil arabasındasansa, heç nə edə bilmərsən, heç nə bacarmarsan və ölüb evdə qalmalısan. Amma mənə görə çətinliklərlə dolu yeni mühazirələr yaşamaq və təcrübələr qazanmaq düşüncəsi idi. Buna görə də pulsuz qaldığım evi və normal qazancım olan bu ölkəni tərk edib, fərqli bir ölkədə, fərqli bir şəhərdə yaşamağa qərar verdim. Bəziləri kimi ölkədən qaçdım, yaxa qurtuldum və Bakı, sən möhtəşəm bir insan itirdin triplərində deyilin. Nəysə, qeydiyyatdan keçəndən sonra qapılar açılmağa başlayır və təyyarəyə doğru irəliləyirik. Hava limanında əlil arabasında olan sərnişinlər üçün giriş qapısına çatandan sonra təyyarənin xüsusi arabası olur və oturmağa kömək edirlər, mindirirlər və oturacağınıza kimi aparırlar, orada yerləşdirirlər sizi və təyyarəyə hamı yerləşəndən sonra 3 saat 40 dəqiqəlik uçuşdan sonra şəhərə eniş edirik. Tarix 2 iyun 2025-ci ildir və hazırda Qazaxıstan Almatı şəhərində Almatı aeroportundayım.